Braziliya və Qviana cərəyanlarına aid ümumi xüsusiyyətlər. Bəndlərimizə baxaq. Sahil boyu ərazilərdə relyefin formalaşmasına təsir edir. Bəli, cərəyanlar sahilə dalğa yaradaraq bu ərazilərdə abrozyon relyef alətləri yarada bilir. Bəli, bunu bənd kimi, doğru bənd kimi seçə bilərik. Sahil boyu ərazidə quraqlıq yaradır. Bildiyimiz kimi Braziliya və Qviana isti cərəyanlar olduğundan bunlar quraqlıq yox, əksinə rütubətli hava şəraiti yaradır. Ona görə yanlış bənddir və ikiləri bəndlərimizdən eləyirik. Şimal yarımkürəsində yerləşir. Braziliya cənub, Qviana şimal yarımkürəsində yerləşdiyinə görə bu oxşar bənd olmur. Ona görə üçü də biz yanlış bənd kimi qəbul edəcəyik artıq. Və 4 Atlantik okeanı sahilində yerləşirlər. Bəli, doğrudur. Atlantik okeanı sahilindədirlər. Və soyuq cərəyanlarda bayaq dediyim kimi isti cərəyan yanlışdır. Və 6 isə bəli, sahil boyu ərazilər rütubəti artırırlar. Demək bizim burada doğru bəndimiz 1, 4, 6 bəndi olacaq.